Salam hörmətli abituriyentlər. Mən Bakı Peşəkarlar Akademiyasının abituriyent şöbəsi üzrə coğrafiya müəllimi Şəbnəm Nərmanzadə. Bugün sizlərlə coğrafiyada çətin sayılan, amma əslində çətin olmayan mövzunun izahı ilə tanış olacaq. Gəlin ilk növbədə mövzumuzun adını öyrənək. Mövzumuz litosfer tavaları və onların hərəkətinin nəticələridir. Mövzumuza başlamazdan əvvəl litosferin nə olduğu ilə tanış olaq. Litosfer, yer qabığının və üst mantiyanın birlikdə əmələ gətirdiyi bərk təbəqədir. Litosfer bütöv olmayıb ayrı-ayrı tavalardan, yəni başqa bir dillə desək plitələrdən ibarətdir. Litosfer tavaları materiklərdə və okeanlarda fərqli qalınlıqlara malikdir. Okeanlarda qranit qatı olmadığı üçün litosfer tavalarının qalınlığı 50-100 km, materiklərdə isə qranit qatına malik olduğu üçün 200-250 km arasında dəyişir. Qeyd edək ki, litosfer tavaları sabit olmayıb, üfüqi istiqamətdə hərəkət edirlər. Litosfer tavaları astronosfer üzərində hərəkət edir. Litosfer tavalarını ölçüləri baxımından iki qrupa ayırırıq. Böyük litosfer tavaları və kiçik litosfer tavaları. Böyük litosfer tavalarını daha yaxşı yadda saxlamaq üçün materiklərin adları ilə yadda saxlaya bilərik. Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika, Hind-Avstraliya, Antarktida və Sakit Okean. Böyük litosfer tavaları içərisində yeganə olaraq Sakit Okean yalnız okean tipli yer qabığına malikdir. Digər tavalarda isə həm materik, həm də okean tipli yer qabığı mövcuddur. Kiçik litosfer tavalarımız Filippin, Ərəbistan, Kokos, Nazca və Karibdir. Kiçik litosfer tavaları içərisində isə yeganə olaraq Ərəbistan materik tipli yer qabığına malikdir, digərləri isə okean tipli yer qabığına malikdir. Litosfer tavalarımızın hər birinin xəritə üzrə ayrı-ayrılıqda yerləri ilə tanış olaq. İlk növbədə böyük litosfer tavaları ilə başlayaq. Şimali Amerika, Cənubi Amerika, Avrasiya, Afrika, Hind-Avstraliya, Antarktida və Sakit Okean. İndi isə kiçik litosfer tavalarının xəritə üzrə yerləri ilə tanış olaq. Kiçik litosfer tavalarından Filippin, Ərəbistan, Karib, Kokos və Nazca. Hər birlərinin xəritə üzrə yeri ilə tanış olduqdan sonra gəlin litosfer tavalarının hərəkətinin və onun nəticələrinə baxaq. Litosfer tavalarının hərəkətini ilk dəfə Alfred Wegener söyləmişdi. Wegenerə görə litosfer tavaları üfüqi istiqamətdə hərəkət edir. Başqa bir deyimlə desək, sürüşürlər. Qeyd etdiyimiz kimi litosfer tavaları astronosfer üzərində hərəkət edir. Və Wegener nəzəriyyəsi son dövrlərdə peyklər vasitəsilə çəkilmiş şəkillərə əsasən öz təsdiqini tapmışdır. Litosfer tavalarının hərəkətini iki istiqamətdə qruplaşdıra bilərik. Tavaların konvergent hərəkəti və divergent hərəkəti. Konvergent dedikdə litosfer tavalarının bir-birindən yaxınlaşması, yəni toqquşması prosesidir. Divergent sərhədlər dedikdə isə litosfer tavalarının bir-birindən ayrılması, uzaqlaşması prosesidir. Bu proseslərin hər biri materik və okean tipli litosfer tavaları üzrə fərqli nəticələrə səbəb olur. İki okean
okean tipli yer qabığına malik olan litosfer tavasının bir-biri ilə kənarlaşması prosesi ilə tanış olaq. Okean tipli yer qabığına malik olan litosfer tavası bir-birindən uzaqlaşan zaman Orta okean dağ silsilələri, rif dərələri və vulkanik adalar formalaşmış olur. Orta okean dağ silsilələrinin ara hissələrində rif dərələri və Orta okean dağ silsilələrinin okean səthinə çıxmış hissələrində isə vulkanik adalar formalaşmış. Xəritə sxemimizdə də gördüyümüz kimi Cənubi Amerika tavası ilə Afrika tavası bir-birindən uzaqlaşır, yəni divergent sərhəddə malikdir. Bir-birindən uzaqlaşdığı zonalarda Orta okean dağ silsiləsi, yəni Cənubi Atlantik Orta okean dağ silsiləsi formalaşır. Həmin dağ silsiləsinin səthə çıxdığı ərazilərdə isə Azor, Müqəddəs Yelena, Voznaseniya kimi adalar, vulkanik adalar formalaşır. Qeyd etdik ki, litosfer tavalardan uzaqlaşması zonalarında vulkanik adalar formalaşır. Bu vulkanik adaları biz divergentdə yerləşən adalar kimi də adlandıra bilərik. Həmin adalarının xəritə üzrə yerləri ilə tanış olaq. İlk növbədə İslandiya adası. İslandiya adası Şimali Amerika tavası ilə Avrasiya tavasının ayrılma sərhəddində yerləşir. Azor adaları. Azor adası yenə Şimali Amerika tavası ilə Avrasiya tavasının, həmçinin də Afrika tavasının ayrılma, yəni kənarlaşma sərhəddində yerləşir. Voznaseniya adası və Müqəddəs Yelena adası. Hər iki adada Cənubi Amerika və Afrika tavalarının uzaqlaşma sərhəddində yerləşir. Pasxa adası və Galapagos adaları. Pasxa adası Cənubi Amerikanın qərb sahilində yerləşən Nazca və Sakit Okean tavalarının uzaqlaşma sərhəddindədir. Galapagos adası isə Nazca və Kokos tavalarının kənarlaşma sərhəddində yerləşir. İkinci hərəkət istiqamətimiz materik tipli yer qabığına malik olan iki litosfer tavasının toqquşması prosesidir. Bu toqquşma nəticəsində yaranan zonaları biz kolloziya zonaları adlandırırıq. Kolloziya nəticəsində quruda iri dağ sistemləri formalaşır. Bu dağ sistemlərindən biri Alp-Himalay dağlıq qurşağıdır. Alp-Himalay dağlıq qurşağı Avrasiya, Afrika və Hind-Avstraliya tavalarının toqquşması nəticəsində yaranmışdır. Şəkildə Himalay dağlarının formalaşdıran litosfer tavalarının sxemi göstərilmişdir. Himalay dağları Hind-Avstraliya və Avrasiya tavasının toqquşması nəticəsində yaranmışdır. Materik tipli yer qabığına malik olan tavaların toqquşması sxemini çəkərkən oxları qarşı-qarşıya gəlmə istiqamətində göstəririk. Çünki materik tipli yer qabığına malik olan tavalarda qranit qatı olduğu üçün bu tavalar qarşı-qarşıya gələrkən sıxılır və sıxılma nəticəsində iri dağ sistemləri formalaşmış olur. Tavaların üçüncü hərəkət istiqaməti materik və okean tipli yer qabığına malik olan iki litosfer tavasının bir-biri ilə toqquşmasıdır. Qeyd edək ki, okean tipli yer qabığına malik olan tavalarda qranit qatı yoxdur. Materik və okean tipli tavalar toqquşması prosesi subduksiya adlanır. Subduksiya zonalarında nələr yaranır? Subduksiya zonalarında quruda dağlar, okeanlarda isə çökəkliklər, başqa bir adıyla novlar və qövsvari adalar formalaşmış olur. Subduksiya prosesinin sxemini qurarkən oxlarının istiqamətini birini üfüqi, digərini isə həmin oxun altına gömülmə istiqamətində çəkə bilərik. Üfüqi istiqamətdə düz olan ox materik tipli tavanın, həmin oxun altına gömülməni göstərən isə okean tipli tavanın istiqamətidir. Sxemimizdə A
Ant dağlarını formalaşdıran tavaların hərəkət istiqaməti göstərilmişdir. Ant dağları Cənubi Amerika tavası ilə Nazca tavasının konvergent sərhəddində yerləşir. Gördüyümüz kimi Nazca tavası okean tipli yer qablığına malik olduğu üçün Cənubi Amerika tavasının altına gömülür və nəticədə quruda, yəni Cənubi Amerika materikində dünyanın ən uzun dağ sistemi olan Ant dağları və Peru çökəkliyi Sakit okeanda formalaşmış olur. Okean və materik tipli tavaların toqquşması nəticəsində qövsvari adalar formalaşır, qeyd elədik. Qövsvari adalara biz konvergentdə yerləşən adalar da deyə bilərik. Konvergentdə yerləşən adalarla gəlin tanış olaq. Aleut adası, Kuril adası, Yapon, Filippin, Yeni Zelandiya və Antil adalar. Bu adaların hər birinin xəritə üzrə izahına baxaq. Aleut adası Sakit okeanın daxilində, Kuril adaları yine Sakit okeanda, Yapon adası, Filippin, Yeni Zelandiya adaları. Bu adaların hər biri Sakit okeanın daxilində yerləşir. Sakit okeanın qərb hissəsinin Avrasiya və Hind-Avstraliya tavalarının toqquşması nəticəsində Aleut, Kuril, Yapon, Filippin və Yeni Zelandiya adaları formalaşmış olur. Sonda qeyd olaraq demək istəyirəm ki, yalnız materik və okean tipli tavalar toqquşmur. Həmçinin okean tipli yer qablığına malik olan tavalar da toqquşa bilər. Biz bunu Filippin və Sakit okean tavalarının toqquşması prosesində görə bilərik. Filippin və Sakit okean tavaları toqquşan zaman Sakit okean tavası Filippin tavasının altına gömülür və nəticədə dünyanın ən dərin novu olan Marian novu formalaşır və həmin Marian novunun ətrafında ona 1500 kilometr məsafə boyunca uzanan Marian adaları yaranmış olur. Xəritə sxemimizdə Marian novu və ona paralel istiqamətdə uzanan Marian adalarını görmüş oluruq. Sonda xəritəmizdə tavaların hərəkət istiqaməti, həmçinin də konvergent və divergent zonalar qeyd olunmuşdur. Gəlin hər biri ilə tanış olaq. İlk növbədə divergent sərhədlərə baxaq. Divergent sərhədləri daha qalın xəttlərlə göstərilmişdir və daha çox qeyd ediləcək okeanların daxili hissələri ilə keçir. Lakin bu demək deyil ki, quruda divergent sərhədlər yoxdur. Quruda biz divergent sərhədləri Afrika materikində daha aydın görə bilərik. Çünki Afrikada dünyanın ən uzun sınma zonası yerləşir. Şərqi Afrika sınma zonası adlanan bu ərazi Qırmızı dənizdən başlayaraq Zambezi çayına qədər 3000 kilometr məsafədə uzanır və nəticədə Afrikanın şərq hissəsi, xüsusilə də Somali yarımadası Afrikadan ayrılır. Quruda digər qırılma zonasını biz Kaliforniya yarımadasında görə bilərik. Kaliforniya yarımadası Şimali Amerikadan ayrılma zonasında yerləşir. Növbəti sərhədimiz konvergent sərhədlərdir. Konvergent sərhədləri biz iki cür qruplaşdırmışdıq. Kolluziya və subduksiya. Kolluziya materik tipli tavaların toqquşması idi. Subduksiya isə materik və okean tipli tavaların toqquşmasıdır. Kolluziya zonaları dedikdə Afrika ilə Avrasiya tavasının, Hind-Avstraliya ilə Avrasiya tavasının toqquşma zonası nəzərdə tutulur və nəticədə Alp-Himalay dağlıq qurşağı formalaşmışdır. Subduksiya zonaları isə Avrasiya tavası ilə Sakit okean tavasının, Avrasiya tavası ilə Hind-Avstraliya tavasının, daha doğrusu Sakit okean tavası ilə Hind-Avstraliya tavasının, Nazca tavası ilə Cənubi Amerika tavasının, Şimali Amerika tavası ilə Sakit okean tavasının toqquşma zonaları, subduksiya zonaları adlanmışdır. Qeyd edim ki, Sakit okean tavasının Avrasiya və Hind-Avstraliya tavaları ilə toqquşma zonalarında daha çox qövsvari adalar və dərin okean çökəklikləri yaranır. Şimali Amerika və Cənubi Amerika tavaları ilə toqquşma zonalarında Kordilyer dağları, Cənubi Amerikanın Nazca ilə toqquşma zonasında isə Ant dağları formalaşmış olur.
İndi isə mövzumuzla bağlı test izahlarına baxaq. İlk testimiz DİM test toplusundan çətin suallardan biridir. Gəlin ilk növbədə sualımızın şərti ilə tanış olaq. Cədvələ əsasən uyğun bəndi müəyyən edir. Yeni tipli bir sualdır və son dövrlərdə bu suallardan daha çox istifadə olunur. Litosfer tavaları və hər tavaya aid doğru və yanlış xüsusiyyətlər qeyd olunur. Biz doğru xüsusiyyətlərdən doğrunu, yanlış xüsusiyyətlərdən də yanlışı seçməliyik. Birinci, Şimali Amerika tavası. Şimali Amerika tavası doğru xüsusiyyətlər. Avrasiya tavası ilə ayrılma zonasında İslandiya adası yerləşir. Doğrudur. Çünki İslandiya adası Şimali Amerika və Avrasiya tavasının divergent sərhədində yerləşirdi. Hətta İslandiyada Thingvellir Milli Parkında bu tavaların bir-biri ilə ayrılma sərhədini görmək mümkündür. Yəni bu fikir doğrudur. Yanlış fikir olaraq yazılıb, şərq hissəsində rif dərələri geniş sahədə uzanır. Bu da doğru fikirdir. Çünki Şimali Amerikanın şərq hissəsi Avrasiya ilə ayrılma sərhədinə, divergent sərhədə malikdir. Rif dərələr də divergent sərhədlərdə formalaşdığı üçün bu fikir doğrudur. Amma yanlış xüsusiyyətlərin içərisində verib. İkinci, Afrika. Afrikaya aid doğru xüsusiyyət. Ərəbistan tavası ilə toqquşma zonasında Qafqaz dağları formalaşıb. Qeyd edeyim ki, Qafqaz dağları Avrasiya materikində yerləşir. Qafqaz dağları Ərəbistanla Avrasiya tavasının toqquşmasında formalaşır. Yəni bu fikir yanlışdır. Cənubi Amerika litosfer tavası ilə ayrılma zonasında müqəddəs Yelena adası yerləşir. Bəli, Afrika ilə Cənubi Amerikanın divergent sərhədində Azor, müqəddəs Yelena və Ozaseniya kimi adalar formalaşır. Bu doğru fikirdir. Üçüncü, Cənubi Amerika. Cənubi Amerika həm qərb, həm də şərq hissəsinin sərhəddi geosinkronal ərazidən keçir. Doğru fikirdir. Niyə doğrudur? Çünki Cənubi Amerikanın qərb sərhəddi Nazca tavası ilə toqquşma zonasındadır. Şərq sərhəddi isə Afrika tavası ilə ayrılma və yəni divergent zonada yerləşir. Ona görə də hər iki sərhəddi geosinkronal zona hesab olunur. Doğru fikirdir. Azor və Pasxa adaları konvergent zonada yerləşir. Qeyd edək ki, Azor və Pasxa divergentdə yaranan adalar idi. Pasxa adası Nazca ilə Sakit Okean tavasının divergent zonasında formalaşırdı. Yəni bu fikir yanlışdır. Dördüncü, Hind-Avstraliya. Cənubdan Antarktida litosfer tavası ilə sərhəddə malikdir. Doğrudur. Cənub hissədə, xəritə sxemimizdə də gördüyünüz kimi, cənub hissəsində Hind-Antarktida litosfer tavası ilə sərhəddə malikdir. Madagaskar adası Hind-Avstraliya ilə Afrika litosfer tavalarının ayrılma zonasında yaranır. Qeyd edək ki, Madagaskar tavası materik tipli tavadır və bu konvergent və divergent zonalarda yerləşmir. Ona görə də ayrılma zonasında yerləşən ada kimi qəbul edə bilmərik. Yanlış fikirdir. Sakit Okean. Digər litosfer tavaları ilə hər tərəfdən divergent sərhəddə malikdir. Sakit Okean, Avrasiya, Hind-Avstraliya, Şimali Amerika tavaları ilə toqquşma zonalarına malik olduğu üçün sahəsi tədricən kiçilir. Ona görə divergent sərhəddə malikdir fikri yanlışdır. Yalnız okean tipli yer qabına malikdir. Bəli, Sakit Okean yeganə böyük litosfer tavasıdır ki, yalnız okean tipli yer qabına malikdir. Testimizdə biz doğru fikirdən doğrunu, yanlış fikirdən yanlışı seçəcəyimiz üçün testimizin cavabı 3 və 4 olur. Növbəti testimizə baxaq. Növbəti testimiz Euler-Venn diaqramıdır. Euler-Venn diaqramında Sakit Okeanın şərqi və Sakit Okeanın qərbinin müqayisəsi göstərilmişdir. Qeyd edim ki, Sakit Okeanın şərqi deyildikdə Amerika sahilləri, Sakit Okeanın qərbi dedikdə Avrasiya və Avstraliya sahilləri nəzərdə tutulur. Birinci,
Yüksək seismiklik aktiv vulkanizm özünü göstərir. Bəli, Sakit Okeanın həm şərqi, həm də qərbi yüksək seismikliyə malik olan ərazidir. Bunun nəticəsində də Sakit Okean odlu qurşağı formalaşır. Bu fikir hər iki varianta da aid olduğu üçün, yəni Sakit Okeanın həm şərqinə, həm də qərbinə aid olduğu üçün ortaq fikir olaraq götürülür. İkincisi, subduksiya zonası hesab olunur. Sakit Okeanın həm şərqi, həm də qərbi burada yerləşən litosfer tavaları ilə toqquşma zonasındadır. Ona görə də subduksiya zonaları hesab olunur fikri də ortaq fikir kimi götürülür. Sıra dağlar tam zolaq şəklində uzanır. Sıra dağlar Sakit Okean sahillərində tam zolaq şəklində Amerika, yəni Şimali və Cənubi Amerika sahillərində formalaşmışdır. Şimali Amerikada Kordilyer, Cənubi Amerikada isə Ant dağları. Hər iki dağ Sakit Okeana tam zolaq şəklində uzanan sıra dağlardır. Yəni Sakit Okeanın şərqi üçün formalaşır. Dördüncü, çoxsaylı adalar qövsü yaradır. Çoxsaylı adalar qövsü Sakit Okeanın Avrasiya və Hind-Avstraliya tavaları ilə toqquşma zonalarında formalaşdığı üçün Sakit Okeanın qərb hissəsinə uyğun gəlir. Dünyanın ən dərin çökəkliyi yerləşir. Dünyanın ən dərin çökəkliyi Marian Novu, Sakit Okean və Filippin tavasının toqquşmasında yerləşir və bu ərazi Sakit Okeanın qərbinə uyğun gəlir. Nazca, Kokos kimi kiçik litosfer tavaları ilə sərhəd zonasındadır. Nazca, Kokos, Cənubi Amerikanın sahillərində yerləşən kiçik litosfer tavalarıdır. Cənubi Amerika Sakit Okeanın şərq sahilinə uyğun gəlir. Ona görə də 6-cı fikir Sakit Okeanın şərqinə gelir. Deməli, 1-ə 3, 6, 2-yə 4, 5, 3-ə isə 1, 2 uyğun gəlir. Testimizin doğru cavabı B variantı. Mövzumuzla bağlı növbəti testə baxaq. Növbəti testimiz uyğunluğun müəyyən edilməsidir. Konvergent və divergent sərhədlərdə formalaşan relyef formalarını qruplaşdırmalıyıq. Konvergent sərhədlər toqquşma sərhədləridir. Divergent sərhədlər isə ayrılma sərhədləridir. Toqquşma sərhədlərində dərsimizin izahında qeyd etdiyimiz kimi quruda dağlar, okeanlarda dərin suru novlar və qövsvari adalar formalaşırdı. Divergent sərhədlərdə isə Orta Okean dağ silsilələri, rif dərələri və vulkanik adalar formalaşmış olurdu. Burada konvergent sərhədlərdə nələr formalaşır? Faili dağlar. Faili dağlar qədim dağlardır. Qədim dağlar konvergent və divergent sərhədlərdə olmazlar. Çünki bunlar artıq öz aktivliyini itirmiş, daha çox materiklərin daxil hissələrində, mərkəzi hissələrində formalaşan dağlardır. Qırışıq dağlar. Qırışıq dağlar cavan dağlardır. Cavan dağlar daha çox litosfer tavalarının sərhədinə uyğun gəlir və konvergent sərhədlərdə, toqquşma sərhədlərində formalaşır. Rif dərələri. Rif dərələri Orta Okean dağ silsilələrinin arasında yerləşən dərələr idi və Orta Okean dağ silsilələri divergent sərhədlərdə formalaşırdı. Ona görə də rif dərələri divergent sərhədlərdə formalaşır. Qövsvari adalar. Qövsvari adalar Kuril, Aleut, Filippin, Yapon kimi adalar idi və bu adalar materik okean tipli tavalarının toqquşma zonalarında, yəni konvergent sərhədlərdə formalaşan adalar idi. Sualtı vulkanlar. Sualtı vulkanları biz Orta Okean dağ silsilələrinin daxilində formalaşan və bəzi ərazilərdə həmin vulkanların okean səthinə çıxaraq divergent adaların formalaşdırdığını qeyd etmişdik. Görə sualtı vulkanlar divergent sərhədlərdə formalaşır fikri doğru qəbul edə bilərik. Testimizin doğru cavabı 1 B, D, 2 C və E variantıdır. Belə, əziz abituriyentlər, biz bugün sizlərlə litosfer tavası mövzusu ilə tanış olduq.